Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularına mühafizəsini təmin etmək məqsədi ilə çayların hövzəsindən müvafiq təmizləmə və təmir işləri görülüb. Çay məcralarında mexanizmlərlə 205 min kubmetr tənzimləmə işləri aparılıb. Hal-hazırda biz Şin çayı ərazisindəyik. Deməli, bu tədbirlər planda əsas şəhər ərazisində və kəndlərdə olan çay məcralarının təmizlənməsi, selə qarşı mübarizə tədbirlərinin görülməsi məsələdə bu gündəmdə durulan əsas məsələdir. Yay aylarında bu çaylarda xeyli problemlər olurdu. Ətraf kəndlərin sel təhlükəsi yaranırdı və ona görə də indidən bu tədbirlər planına uyğun olaraq işlər başlanılır. Bütün texnikalar cəlb olunmuş bu əraziyə və həm çayın məcrasının təmizlənməsi, həm selə qarşı mübarizə tədbirləri görülməsi işləri görülür. Yaz və payız aylarında çaylarda yaranan sel təhlükəsi sakinləri də narahat edirdi. Son vaxtlar görülən qabaqlayıcı tədbirlər isə sakinləri bu təhlükədən sığortalayıb. Bildiyimiz kimi Şin çayı Qafqazda ən yırtıcı çaylardan biridir. Bu çay vaxtilə sellər gəlirdi, çaylar, daşqınlar olurdu, kənd təsərrüfatına böyük ziyanlar vururdu. Yaxın kəndlərdə ziyanlıqlar çox vurmuşdu. Amma son illərdə dövlətimizi sağ olsun, ciddi tədbirlər görüb, çayın hövzələrində təmizləmə işləri aparıb və bu sel sularının qarşısını almağa böyük diqqət yetirib. Şəkidə 2025-ci ilin yay suvarması artıq yekunlaşıb. Hazırda isə növbəti mövsüm üçün hazırlıq işləri görülür. Təsərrüfatlar arası və təsərrüfat daxili suvarma kanallarında lildən təmizləmə işləri aparılır. Bundan başqa Dəhnə beton kanalının 1,7 km hissəsində cari təmir işləri görülüb. Cəyirli torpaq kanalının isə 5 km hissəsinin beton üzrə alınması işlərinə start verilib. İkinci məsələ, əsas məsələlərdən biri, deməli, kəndlərdə olan suvarma kanallarının lildən təmizlənməsi, qıraqlarının kol-çosdan təmizlənməsi məsələsidir. Hal-hazırda rayonun 12 ərazisində təmizlənmə işləri davam edir, texnikalar cəlb olunmuş ora. Dəhnə beton kanalında, Cəyirli kanalında, Baş Göynükdə, deməli, Laysqıda, Dəhnədə, Qudulada, İnkədə və digər kəndlərdə hal-hazırda beton kanalların və torpaq kanalların təmizlənmə işləri aparılır. Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən su anbarlarına və su nasos stansiyalarına baxış keçirilib. Mövcud çaşmazlıqları aradan qaldırılıb. 2 nasos stansiyasında 34 ədəd mexaniki və elektrik avadanlıqlarında, 15 subarteziyan quyularında yeni dalma nasosları quraşdırılıb. 29 subarteziyan quyusunda cari təmir işləri aparılıb. 2025-ci ildə Şəki rayonu uzun illərdir içməli sudan əziyyət çəkən Şirinbulaq kəndində 1 ədəd subarteziyan quyusu qazılaraq istismara verilib. Kəndimiz coğrafi mövqeyinə və relyefinə görə dağlıq ərazidə yerləşir. Tarixən sudan biz çox körlük çəkmişik. Ehtiyacımız çox olub. Kənd cəmaatı müraciətindən sonra aidiyyatı qurumlara gördüyünüz bu quyunu istismara verdilər. Çox təşəkkür edirik. Mən şəxsən kənd cəmaatı adından Su Ehtiyatları Agentliyinə minnətdarlığımı bildirirəm. 60-a yaxın evin demək olar ki 100% su problemi həll olundu. Minnətdarlığımızı bildiririk. Çox sağ olun. Qeyd edək ki, Şəki rayonunda 187 min nəfərə yaxın əhali yaşayır. Bundan 75.511 nəfərinə içməli su təchizatı xidmət göstərilir ki, bu da 17.352 abonent deməkdir. Su təchizatı və kanalizasiya sistemlərində 1148 ədəd iş əmri əsasında açılmış qəzalar aidiyyatı üzrə aradan qaldırılıb. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti quraşdırma işləri hazırda davam etdirilir.